Yox, silinmir. Oradan ki mümkündür sildik. Salam əziz dostlar. Jurnalistin əməli dərsinə xoş gəldiniz. Bu hissədə çalışacağıq ki, əməli jurnalist dərslərin davam verək. Mən indi əməli jurnalist dərslərimin şeylərin, yazılarını tapım əvvəl. Okay. Mən əgər dostlar mənim Facebookuma getsə, orada bir-iki dənə bu günləri xəbər qoymuşam. O xəbərlərin birini götürək, yazaq. Əvvələn, bu gəminin xəbəri bizə hansı cəhətdən mühüm və önəmlidir? Buna bir danışaq. Azərbaycan milli mənafelindən bu günləri İranda bu gəminin yanması bais olubdur mediada, sosial mediada və cəmiyyətin içində bir ehsas yaranıbdır. Hisslər, duyğular yaranıblar. Bu duyğular, biz bunlardan nə qədər faydalana bildik Azərbaycan üçün? Ya bundan hansı tufanları düzəldə bildik, hansıları düzəldə bilmərik? Bu bizim hərəkətimiz olacaqdır bu gəminin yanmasından. Oradan eləyə bilək bundan faydalanaq ya buna bir şey eləyək. Məsələn, biz bilafasilə bu xəbəri yazmaqdan müqayisəyə girərik. Xəbəri müqayisəyə girərik. Yəni, əgər mən indi istəyəm burada sizə deyəm ki, əmələn neyniyək? Xəbəri müqayisə. Ya bunu Türkçəyə çevirsək, yəni taparam buna bir şey. Bunlarca metodoloji düzəldik də yavaş-yavaş Türkçə xəbərə. Xəbəri müqayisə edirik. Deyərik ki, məsələn, gəmini qatarına müqayisə edirik. Əksül əməl İranyan در مقابل دو حادثه مثلا عکس العمل ایرانیان iki dənə xəbər iki nöqtə مثلا آتش سوزی قطار آتش سوزی کشتی یا آتش سوزی کشتی آتش سوزی کودکان در مدرسه. Yəni biz əksül əməl bir dənə demirəm ha bu titri vururuq. Bəlkə istiruq bunu beləsi baxaq ki, biz bu xəbərdə əmələn nə cür baxarıq xəbərə? Deyərik ki, təzad var, təbiz var. İnsani baxış yoxdur məsələyə. Milli baxış vardı, nasionalisti baxış vardı. Amerika əgər buna əksül əməl görsədir, xəbərin yayır, orada nasionalisti baxmır, milli də baxmır, nəcatpərəstana, reysisti də baxmır. Amma əgər İranda mədrəsədə qızlar yanırlar, 20 neçə dənə qız yanır və İran əslən ona şey göstərmirlər, ya çox zəif göstərirlər. İndi əgər deyək %100 indi ehsasat İranda təhrik olunur, orada 2% təhrik olunur, burada nəcatpərəstlik var. Bu xəbərdə biz bunları göstəririk. Deyirik ki, zəlzələni bununla müqayisə edirik. Gəmi ilə müqayisə edirik. Niyə Azərbaycanda zəlzələ oldu? 3 gün İran bilmədi. Amma bu xəbər 10 gündür mediadan, şəbəkə ictimaiyyədən gəlmir əşaya.
Bunu qoyuruq bilafasilə gəlirik, müqayisə edirik nə ilə? Azərbaycanlılara ya türklərə tohin. Həman 10 günün içində, bu 10 günün içində Ruzname-i İran Azərbaycanlılara tohin edibdir. Ruzname-i Bancı Sipah, Məcəllə-i Bancı Sipah Azərbaycanlılara, türklərə tohin edibdir. Bu tohin dünyada 300 milyon Türk'e tohindir. Orada 30 nəfər yanır. Nədən biz gərək bu tohinin qabağında orada 10 nəfər ölübdür. İran bu 10 gündə 8 nəfər öldürübdür. Bəli, burada bir dana millətin varlığına, mədəniyyətinə, tarixinə, kimliyinə tohin olur. Hangisi mühümdür? Hər ikisi təbii mühümdür. Amma biz xəbəri müqayisə yazanda deyirik ki, niyə buna əksül əməl göstərtmişsiniz? İndi Azərbaycana tohin olubdur, niyə göstərtmişsiniz? İndi dostlardan mən əgər icazə versələr, xahiş edirəm ki, şeyi yazsınlar, bu bankın tohini yazsınlar. Yəni tohinin xəbərini istiruq yazaq, deyək ki, Bancı Sipah İran Türklərə tohin eləyibdir və Cəvami İranı onun qabağında, qarşısında sakit qalıblar. Bu bizim bugünkü xəbəri, əməli xəbərimiz ola bilər. Əvvələn bunu bilməliyik. Bu banka görə ittilaat edəcəklər. Bu bank hangi il düzəlibdir? Rıza Şah dövründə düzəlibdir. Rıza Palani dövründə düzəlibdir. Ərteşin bancıdır, yəni qəraldır İran birliğin qoruyan, milli mənafii qoruyan bir ordunun bancıdır. Yəni bu ordu ondan sonra o sözü devam vermiyor. Bu bank bir müəssisə iqtisadidir. Siyasi bir müəssisə deyil. Bunun mənafii hər şəhərdə, hər kənddə var. Bu, hangi bir quruha tohin eləsə, yəni ki, o quruhunun ciddi müşkülü var. Çox ciddi. Bu bank deyə bilməz ki, biz bunu bilməmişik ki, burada tohin olur. Çünki bu müəssisəyi mali bilir ki, əgər bir dana adam gəlir bunun bankın içinə hesabından pul götürsün ya qoysun. Ona bir ədəblik eləsə, o oradan 100 tümənin, 1000 tümənin, 1 milyon tümənin, 100 milyon tümənin, 1 milyar tümənin çəkər ayrı banka qoyar. Bu bank zərər elər. Bunun üçün bu bilir ki, haqq müştəri iləndir. Bunun üçün bunun sistemi əslən bilir ki, tohin eləmə haqqı yoxdur. Hətta əgər müştəri əsəbanı olsa tohin eləsə. Bu bilir ki, sistem iqtisadidə sən müştəriyə tohin eləyənməsən, müştəri sənə tohin belə eləsə, sən təhəmmül eləyəcəksən, gözləyəcəksən. Pəs, bu ola bilməz ki, bu deyək, mən bir dana məqalə idi, gəlib əlimə yazmışam da. İndi bəzi dostlar gəlirlər, o xanım ki, bu məqaləni yazıbdır, ya nağılı yazıbdır, onun adını yazılır. O deyil məsələ. Məsələ o bankıdır. O bank onlar min personeli var. Onlar minlər şeyi var. Müdürü var. Bunun analizləri var. Bu analizçi bir bankdır. Yəni hər müəssisəyi iqtisadi hər şeyi təhlil elər, analiz elər. Mənafe iqtisadisini təhlil elər. Mən əlan İranda məsələn etirazlar olur, pulumu neyin əməliyəm? Bir fasilə analiz elər ki, orada bu rahimalıqlar olur, analiz elər onu. Şuarları analiz elər, yazıları analiz elər, xəbərləri analiz elər. Biz eləyə bilmərik, qəbul edək ki, Bancı Sipah bir dana nağıldır, gəlib deyib olsun, bunu da çap edək da. Ruznamələrdən bəlkə bunu qəbul eləmək olar ki, bir dana ruznamə bəzən istəməyə tohin elər. Bəzən.
Amma vaxtı bir dana ruznamə, indi İranda neçə ildir bilirlər ki, türklərin həssasiyyəti var. Kim bunu bilmir ki, Azərbaycanlıların və türklərin İranda coç yazmağa, türk ziddinə, karikatur çəkməyə, tohinə, təhqirə həssasiyyət var. Kim bunu bilmir İranda? Hər kəs bilməsə bu adam yerə gəlsin, ölmüş hesab ola. Bu adam ki, o qədər ölüdür, fosildir ki, bu adam bilmir İranda türklərin həssasiyyəti vardı bu cür bir şeyə. Gəlir belə bir məqalə yazır, belə bir xəbər yazır, belə bir nağıl yazır. Bu fosilin gerisin qoymasan bir şey çap ola. Heç fikri. Amma əgər bilirsə gəlib bunu yazır ki, bank bilir. Çünki o məcəllə gündəlik məcəllədə yaşır, force majordur. Ağa bilmədik ki, etdi şeyə, islah olubdu, olmayıbdı, onu bilməmişik, demişik və islah olub qoymuşuq gelibdir. Çap olandan sonra bilmişik. Bu müəssisə iqtisadidir, bu çap olandan sonra da deyə bilər məcəllələrin qoymaya çap ola, yayla. Xarimmətlərinin əlinə keçək da. Əgər desək ki, iç təşkilat məcəlləsidir, hər halda bunun işləyənlərinin bir çoxu türkdür. Türk olmasa insandı, Fars da insandı. Fars bilir ki, Türkçe tohin olubdu. Etiraz elər. Biz bir müəssisə iqtisadi yox, bizim həqqimiz yox tohin eləyək. İndi biz istirik bu xəbəri yazaq. Nə cür yazaq? Titri nə cür vuraq? Xəbər nə cür vuraq? Mənafi milli üçün Farslar buna bir cür titri vurar. Ya xəbəri əslən görməzlər, ona görə danışmazlar, deyərlər, qoy danışmayaq, türklər də həyəcanlı olmasınlar üzdən, biz danışdıqca onlar da həyəcanlı olacaqlar, eşitməyənlər də eşidəcəklər, onun üçün danışmayaq. Bir iddəsi bu siyasəti götürəcək, bir iddəsi bu siyasəti götürəcəkdir ki, biz bu xəbəri belə yazaq ki, türklər rahatlaşsın, aram olsunlar desinlər, biz də onların tərəfdarıyıq, bildik, iştibah elədik filan. Ban gözü girəcək ortaya. Deyəcək ki, mən üzr istəyirəm, məzərət istəyirəm, belə olubdur. Biz buna nə etməliyik? Bilirsiniz, bank mərkəzi amardır da, hər bank özü bir mərkəzi amardır. Nə qədər pul gəlir, gedir, nə qədər müştəri gəlir, gedir, nə qədər Azərbaycanda müştərisi var, filan bəhman. Eləyə bildik bir dənə amarı görək ki, Azərbaycanda bu bankın neçə şöbəsi var? Hangi şəhərlərdə var, neçə şöbəsi, nə qədər Azərbaycanlıların pulu bu bankda qoyulur, bu bank ildə Azərbaycanlıların vasitəsilə nə qədər mənfəət qazanır, bu mənfəətlər harda xərc olur. Çünki bu banklar bu pulu çıxadırlar, bu pul bir iddəsi gedir xarimmətlərinə, hüquqa, qalanı mənfəətdir, bunların bir iddəsi gedir pəsəndazların üstünə qoyulur, onlara mənfəət verilir. Bir qisməti də gedir sərmayə olur, bu banka ayrı pul qazanmaq üçün gedir bir ayrı yerlərdə sərmayə olur. Biz bunları da bilməliyik. Ondan sonra biz bilməliyik ki, bu bank Azərbaycana bir tohin edibdir, türklərə bir tohin edibdir. Türklər İranın başında bu bankına nə cür müamilə eləməlidirlər? Titrimiz oradan çıxa bilər. Məsələn, təhrim məsələsi. Gərək bu bank təhrim olsun. Məsələn deyirəm, mücazat bank Sepah. Mən bu nə cürdür ki, bu iki nöqtədən çox istifadə edəcəm. Təhrim. Ya təhrim iki nöqtə mücazat bank Sepah. Ya titriləri istəyirəm, fərzi titrilərdən danışırıq. Məsələn, deyək ki, çünki indi mən əlan titri vurmadığım üçün, gərək titri vurmaq üçün demişəm da bir 20 dəqiqə zat titrindən oynayasən, müxtəlif cümlələr yazasan, ta onun içinə bir yaxçı titri çıxar. Məsələn, yazaq ki,
مجازات توهین به ترک ها، تحریم بانک. ترک ها بانک سپاه را تحریم میکنن. Görün dostlardan yazan vardı. Mən heç zət görmürəm dostlardan, fəqət Hüseyn bəy yazıbdı ki, bəy bunların hamısını hakimiyyətdən dəstur alır. Bunlar öncədən hazırlanmış bir nağıldır. Ola bilər, ola bilər. Amma biz xəbər yazdığımız üçün biz gərək bilək ki, milli fəal Azərbaycanlı bir insan bu xəbərə necə baxacaqdır, camiəsi necə mənafeini təmin edəcəkdir, necə, baxın, bu xəbər indi görsədir ki, bizim sistemi iqtisadidə, bank sistemində bir düşmənimiz var. Dünənəcən bilmirdik bancı sadirat, bancı ticarət, bancı milli, bancı filan, bancı bəhman, Azərbaycan düşmənidirlər. Dünənəcən bilirdik ki, hər Azərbaycanda hər bankiçi vardı, Azərbaycancı deyil, İrancıdır, Farsçıdır. Bankı Parsiyan, bankı İran, bankı milli, bankı filan, bankı sadirat, bankı varidat, hər nə mənə ki, baht desəz, adını qoysaz, bunlar ziddi Azərbaycan deyildilər, bəlkə İrancıydilər. Amma bu günləri görürük ki, bir dana bank tapılıb ki, ziddi Azərbaycancılığın görsədir. Məsələn, Bankı Sipah, Bankı Sadirat, Bankı Milli, Bankı Kişavərzi. Belə nəzərə gəlir ki, bunlar Azərbaycanda xidmət elərlər. Bahtdılar. Amma bu günləri görürük ki, Bankı Sipah Azərbaycan və türklərə tohin edir. Yəni, düşmənçilik məsələsi çıxdı ortaya. Yəni, biz məlum olur bizə ki, bankların içində bir dana banklar bizim düşmənimizdir və bunların da içində biri düşmənçiliği ələni edir. Bu ələni oldu. İndi aşkar oldu. Biz buradan girməliyik. Müəssisat-ı maliyyə, gərək biz buradan hərəkət eləyək, milli Azərbaycanlı olaraq deyək ki, biz gərək dövləti, məclisi, şəhər şuraların ustandarları, fərmandarları, bəxşdarları qoyaq zor altına Azərbaycan bankı yarana, Azərbaycan türkü üçün bankı yarana, bizim pullarımız bu bahlar təhrim olunan, sərasəri bahlar təhrim olunan Azərbaycan bankına gələn. Və Azərbaycan bankının usulu bu ola ki, hər nə pulu İranda ya hər yerdə qazansalar, Azərbaycanda sərmayə quzarlıq edəcəklər. Mənafeyi Azərbaycan millətinə gələcəkdir. Diqqət buyurursunuz, budur ki, bizə xəbərdir. Bizim mənafeyi millimiz budur. Bu xəbər məmuli xəbər deyil. Biz məmuli xəbəri yazmamalıyıq, əziz dostlar. Baxın, çünki əslən bizim vəzifəmiz deyil ki, məmuli xəbər yazaq. Çünki biz məmuli dövrədə yaşamırıq. Biz bir dövrədə yaşırıq ki, orada bir düşmən bizi müstəəmirə eləyibdir. Bu müstəəmirənin bir ordusu var, bir də bahları var. Bahlar olmasalar ordu sıfırdır. Ordu əslən ola bilməz. Bahlardır ki, ordunun, ittilatın, bəsicin, polisin hüququn təmin edir, verir. Çünki sizin əlinizdə olan pullarınızı aparır ora, orada bunu həm 10 eurolara van verir, onlar öz güclərini şeyləmək üçün, həm də onların hüququnu təmin edir, həm də ki, bunun mənafeyindən sərmayə quzarlıq edir orada, bunun mənafeyindən maliyyat verir, bunun hər şey buradan gedir. İndi biz nə etməliyik? Biz eləyə bilirik, tifrilərimizdə və xəbərlərimizdə gələk deyək ki, Türk bankı niyə yoxdur İranda? Eləyə bilirik deyək, Türk məmləkətlər niyə Azərbaycanda şöbə açmırlar? Çünki bizim indi İran millətinin, diqqət buyurun, İran millətinin sistemi bankıya İrana etimadları yoxdur. Pullarını təhmaq istəyirlər. Amma hara qoysunlar? İranda ərəblərin, bəlutların, türkəmənlərin, türklərin, kürdlərin, lorların, bəxtiyarların, mazənilərin, cilanilərin heç birisinin haqqı yoxdur bancı olsun. Bahlar fəqət müəssisat-ı bali, hamısı farsların, istisnasız.
Və farsların özləri siyasət maliləri, siyasət iqtisadiləri türk zidlidir. Bunun üçündür ki, heç bank, ərəbin bankı yoxdur, bundan belə ki, nəft oradan çıxır, qaz oradan çıxır. Türkün bankı yoxdur, Türkəmənin bankı yoxdur, Kürdün bankı yoxdur. Çünki bunlar istəyirlər, pul bu camiələrin, bu millətlərin əlində olmasın. Biz xəbər yazanda xəbəri elə yazacağıq ki, öz millətimizi, əfkar-ı umumisin təhrik eləyək, bank istəsin. Azərbaycan bankı istəsin. Bu bank təhrim olsun, burada pul qoyulmasın. Biz əgər eləyə bilək, diqqət buyurun, əgər eləyə bilək gələn 10 gündə İran türklərindən 10.000 nəfər fəqət, 10.000 nəfər hesabların bu bankdan çıxadarlar, apararlar bir ayrı banka, bir böyük qazanc eləmiş. Böyük qazanc. Fəqət 10.000 nəfərdən danışıram. O halda ki, bizim jurnalistləri ki, ələn burada vardılar, bunların elə hərəsi istəyələr, öz ailələrinə, tanışlarına deyələr ki, bahlarınızı bunu buradan çıxadın, bu bizə tohin eləyibdir. 1000 nəfər elə biz çıxadarıq, biz 4-5 nəfərə. Pəs biz nə etməliyik? Türk bahların, Türkiyə bahların, Azərbaycan Cumhuriyyəti Türkləri bahlarının, Türkmənistanın o birisi məmləkətləri xəbərimizdə təşviq edirik. Onların səfircilikləri vardı, filanları vardı, bizim xəbərlərimizi görürlər, tərcümə olur. Onları təşviq edirik ki, gəlin İranda hesab açın. Bu hesab açmaq nə olar? Alternativ bankı yaratar. İranlılar istəmirlər sistemi banklarına pul qoysunlar, sünə etimadları yoxdur. Bir bank atılsa ki, etimad olsun, pul gələr ora. Niyə Türkiyə burada bank qoymur? Niyə Türkiyənin bankları burada bank açmırlar? Bir ciddi məsələdir. Bank açmalıdırlar. Bəlkə yox. O tərəfdən Azərbaycanın sərmayədarları, şərif sərmayədarları, vətənpərəst sərmayədarları, lazım deyil mənə tay inqilabi olalar, mənə tay ziddi İran olalar, sərmayədardırlar. Bunlar çirik deyirlər, bunlar roşənfiç deyirlər, bunlar inqilabi deyirlər, bunlar istiqlalçı deyirlər, bunlar federalçı deyirlər, bunlar ekonomistdirlər, bunlar iqtisadi adamdırlar. Bunlar əgər ilə Azərbaycanda bir bank açsalar, Azərbaycana 1000 dana İnsafəlidən çox xidmət edərlər. Bunlar əgər Azərbaycanda bank açsalar, bir dana karxana quralar, maşın karxanası Azərbaycanda 1 milyon İnsafəli kimi danışandan çox xidmət edərlər. Biz onun üçün sərmayədarı bumidən Azərbaycanlı və Türk sərmayədarının əlin geri öpaq. Gərək təşviq eləyək, bank qursun. Gərək təşviq eləyək, xarici banklarla şərik olsun, orada bank açsın. Xəbər, bizim xəbərimiz bu cür olacaq. Milli xəbər yəni bu. Biz hər şeyi milli görəcəyik. İndi neçə dəqiqə gəlmişik, 23 dəqiqə danışmışıq, elə teorik olub demək olar. Buna bir titr yazaq əvvəl, titrimizdən başlayaq, ya xəbər yazaq, xəbərimizdən başlayaq. Gedək bir yerə görək ki, hara gedirik. Mən fikir edirəm ki, bu təxtəni kollən dəyişəm. Taza təxtə alam, çünki bu çox yorucu bir şeydir. İndi sürü xəbər yazaq. Pəs biz ittilatı tapdıq. Bancı Sipah ha zaman düzəlibdir, kimin əli ilə düzəlibdir, hangi yəni tarixin bunu çıxartdıq. Bu neçə şöbəsi var İranda, neçə şöbəsi Azərbaycan şeylərindədir. Azərbaycan şöbələrində nə qədər bunun eləyə bildik, bəlkə bunu çıxara bildik amarlardan, nə qədər müştərisi var, nə qədər ildə pul qazanır, Azərbaycandan harda sərmayə quzarlıq edir. Bu tohin bir düşmənçilikdir. Azərbaycan və türklər ilə İranda. Bu türklər əgər hesabların bu bankdan kəssələr, bu bank nə qədər uduzar, məcbur olar şöbələrin satsın, o birisi
şeylə iqtisadilərə bais olar ki, sərmayəsi bir belə ufd elər və düşmən bir tərəfdən şikəst edir. Bu xəbər xəbəri təhlilidir. Biz əgər bu xəbərdə, diqqət buyurun, indi bunu da deyim, dünən dostların biri ilə danışırdıq, elə indi fikirəm burada da huzuru vardı. Biz qabaqlarca istirdik Təbrizdən, Urmudan, Zəncandan, Qəzvindən, Ərdəbildən, hər yerdən İran içində yaşayan Azərbaycanlılar ya Türkiyədə yaşayan Azərbaycanlılardan bir dənə xəbəri tapaq, məcburduq telefonu götürəydik, dəqiqəsi $1, $2, bəzən ya ucuz zaman ki mən zəng eləmişəm, 18 sentə dəqiqəsi buradan zəng elirdim Türkiyəyə ya Təbrizə ya Ərdəbilə, adamı tapam, 10 yerə zəng edirdin, ta eləyə bilərsən, bir dana telefon nömrəni tapasan. O adamı tapasan ya yox. Tapandan sonra o adamla bir saat danışırsan, ta onun etimadını qəbul eləyəsən, özünü mərif eləyəsən. Xüsusən mənim üçün biraz da əxlaqi adam jurnalistində məcburan bunları müraciət eləyəm. Görürsünüz ki, bir xəbərə $30-40, $50 pul xərcləyirsən, bir xəbər çıxadırsan. Amma indi teknoloji fərq eləyibdir. Daha telefon əmələn işdən düşübdür, bir internet lazımdır. Evdə oturursan, tərəfin şumarəsini tapırsan internetdən, nə bilim, Telegramda ya nədir bunun adı? Instagramda adamın adını yazırsan, əvvəl hərfini yazırsan, adları gətirir. İkinci hərfi yazırsan, biraz az gətirir. Üçüncü hərf biraz az gətirir. Ta o adamın kamil adı gəlində görürsən, 5-10 nəfərə yetişdi, 5-10 nəfərin içindən siz adamlara məsaj yazırsınız, müsahibə edirsiniz. Əgər eləyə bilərsiniz, belə adamları tapasınız, nərm əfsarlarda telefonlarını tapasınız, zəng eləyəsiniz, ya yazasınız, onlardan nəzər soruşasınız, buna əlavə eləyəsiniz. Təbrizdən, Ərdəbildən fikir eləyin ki, məsələn, biz bu xəbəri yazırıq, bir dana xəbəri təhlili yazdıq, göndərdik dediyimiz ittilaat əsasında. İndi bir dana da istirik quzarış yazaq. Mən də Kanadada oturmuşam, yeyəcəyəm, telefonumu götürəcəm əlimə, gedəcəm Instagrama, gedəcəm, qoyun açım görün məndə nələr vardı, onların üstündə. İmo açıqdır. İmoda baxıram, görürəm ki, kimlər var, kimlər yox. Instagram açıqdır. Baxıram Instagramda görürəm kimlər var, kimlər yox. Onlara 1-2 sualı yazıram, göndərirəm. Əziz dostum, bu məsələyə görə nəzərin nədir? Sualı bir tərəf yazıram. Məsələn, yazırıq ki, cümləni yazırıq, məsələn, o cümləyi ki, yazıblar orada. Hər nə mənə. O cümləni yazırıq. Aya bu cümlə Azərbaycanlılara və türklərə tohin midir? İkinci sual. Bu tohinlərin dayandırması üçün fikriniz nədir? Məsələn deyirəm, ha, bunlar elə indi zehnimə gəlir, tərrahi eləməmişəm. Əcəba, ayanın yerinə biz bunu türkçə yazaq yenə, farscadan istifadə eləməyək. Əcəba, tohin edən Türk və Azərbaycan düşməni midir? Məsələn deyirəm, 4-5 dənə belə sual tərəfsiz qoyuruq, amma tərəfsiz, mütləq tərəfsiz deyirik. Biz bunu məhkum edirik, bunu düşmənçilik bilirik, onun əsasında 4-5 dənə sual yazırıq. Cavabları qısa olsun, məsələn bunun cavabı biraz uzun olar. Bunları yazırıq, dostlarımıza copy-paste edirik, 100 dənə dostumuza göndəririk, Təbrizdə, Urmiyədə, Zəncanda falan. Onlardan cavab istəyirik, onlardan bir 20-si, 10-u cavab verir. Normal bu cürdür, yəni fərz buyurun ki, mən istəyirəm müsahibəyə adam dəvət edəyəm televizyona, 4 nəfər adam gətirəcəm ən çoxu.
30 nəfərdən, 40 nəfərdən yazıram, hamısını göndərirəm ki, mənim belə bir bərnaməm vardı, burada iştirak eləməyinizi xahiş edirəm. Adam yazır ki, mən müsafirətdiyəm, falan deyəm, bəhman deyəm. Bəzən görürsünüz ki, heç kəs tapanmırsınız bu müsahibəyə gətirəsiniz. Amma hər halda 100 nəfərdən biz cavab alırıq, yazırıq, deyirik ki, nəzərsəncə elədik. Diqqət buyurun. Bir dana guzarış yazırıq. Deyirik ki, nəzərsənci در مورد مثلا nəzər çıxdı buradan ki, bank düşməndir. Yazırıq ki, طبق نظرسنجی بانک سپه دشمن آذربایجان است. طبق یک نظرسنجی بانک سپه دشمن آذربایجان است یا دشمن ترکان است. Məsələn, bunu çıxartdıq. Deyirik 100 nəfərdən 20 nəfər cavab veririk. Deyirik ki, Azərbaycanlılar 100 nəfər Azərbaycanlıdan 20'si cavab verdi. Bunu soruşmalıyıq Azərbaycanlılardan. Onu bir ayrı xəbər elərik onun özünə. Azərbaycanlılar niyə Azərbaycan məsələlərində tənbəldirlər? Gedirik, nəqd edirik Azərbaycanı. Çünki burada gördük ki, Azərbaycanlıların %80'i cavab vermədi suallara. Hələ bunlar olardılar ki, internetdə gəlirlər, çalışırlar, yazırlar. Deyirik ki, yox. Görürük ki, yox. %90'ı cavab veribdi. %99'u cavab veribdi. Çünki normalda bu cürdə Azərbaycanlılar çox soruya cavab verirlər. Hətta mən özüm bir təhqiq elədim Tehranda ustadımıza. Orada İranın o birisi yerlərindən %40 neçəsi cavab vermişdi. Azərbaycanda %74'ü cavab vermişdi. 75'i cavab vermişdi. Azərbaycanda səthi ki cavab verməyə hazırdır, çox yuxarıdır. Biz gəldik, gördük ki, bunları gətirdik, bir dana nəzərsənci yazıq. Əvvəl bir dana xəbər yazıq, nəzərsənci. Azərbaycanda bir dana təhqiq oldu, belə bir sual oldu. Bu sualı bu vəsilə ilə oldu. Məsələn, mən bunu açdım ki, onları sizə deyəm halardan olur. Məsələn, vəsiləmiz nə idi? Telegram idi, Instagram idi, ərz edeyim, WhatsApp idi, Viber idi. Daha nəmənəmiz var bizim. Hər nəmənəmiz. O ki, eləyə bilmişik 4 nəfər adamdan, 5 nəfər adamdan, 100 nəfər adamdan əlaqəyə girək, o bizim vəsiləmizdir. Onun adını yazırıq. Bunlardan sualları göndərdik. Bir də müşəxəs tanınmış vaqei insanlara. Müşəxəs tanınmış vaqei insanlar nə demək? Yəni, bu adamları biz azdan çoxdan tanırıq, bilirik kimdirlər. Yoxsa bir dana qız əksi qoyubdu, ya bir dana kişi əksi qoyubdu, ya bir dana qurd əksi qoyubdu. Bilmirik onun dalısında kim var. Ondan biz soruşa bilmərik. Soruşarıq əlbəttə, əgər bilsək bu məsələn ittilatımız olsa ki, bu adam kimdir. Amma tanımasaq ondan soruşanmarıq. Çünki bilmirik o farsdır, kimdir. Onun üçün camiyə hədəf bəlli olmasa ondan soruşanmarıq. O da bir ayrı dərsdir, nəzərsənci dərsdir, Ruznamə Nigarədə onu deyəcəm xidmətinizə. Biz bu sualdan 3-4 dənə xəbər çıxardarıq. Yəni, bizim gərək son cümlələrim olsun. Bank bizə tohin edibdir. Bu xəbər bizim 10 gün, hətta 1 ay, bəlkə 3 ay xəbərimiz olmalıdır. Biz hər gün bu bankın tohininə görə xəbərlər yazmalıyıq, təhlillər yazmalıyıq, guzarış yazmalıyıq, amar yazmalıyıq. Deməliyik ki, nə ittifaq düşür. Əvvələn bunu gərək gündəmdə saxlayaq. Bizim millətimizə mühümdür. İkinci, düşmənlərimizə böyük pəyam verək. Və burada mənafi milli çıxadıq. Mənafi milli buradan ki, düşmən dalıya otursun, bu bir qazancıdır. Bizim millətimizin ruhiyyəsi və birliyi çoxalsın, bu ikinci qazancıdır. Mənafi maddimiz çoxalsın, bu üçüncü qazancıdır. Xarici bilquvvə, güclərlə bilquvvə ilgilərimiz olsun, bu da dördüncü qazancımızdır. Ədəbiyyatımız güclənir, təşkilatlanmağımız güclənir. Məsələn, biz gərək burada indi görək ki, Əhzab-ı Siyasi Azərbaycan, Azərbaycanın siyasi hizbiləri nə mövqe tutublar? Bilafasilə gərək xəbər eləyək. Bilafasilə. Gərək soruşaq. Zəng vuraq, soruşaq. Telefon eləyək, soruşaq. Xəbər yaradaq. Xəbər yaradaq. Bu yoxdur. Filan hizbi nəzər verməyibdir. Xəbər deyil. Amma biz eləyə bilirik, həm xəbər məsələn, xəbər yazaq. Tohin olub Azərbaycana, Bank Sepah tohin eləyib, amma
Əhzab Azərbaycan sakitdilər. Federalistlər sakitdilər. İstiqlalçılar hərəsi bir xəbərdir. Baxın, xəbər yoxdur deyil, xəbərnigar hər şeyi xəbər eləyə bilər. Yoxluq özü xəbər əlan əgər mövzuyu tutmayıblar, Əhzab Azərbaycan hizbləri, partiləri, bu bir xəbərdir. Əgər Cumhuriyyə Azərbaycanda mövzuya giriş olmayıbdı, Türkiyədə mövzuya giriş olmayıb, özü bir xəbərdir. İndi biz eləyə bildik ki, yenə bunlardan, xüsusən WhatsApp-dan, Türkiyədə tüm bu çox şeydir. Orada gedək Türkiyənin biznesmenlərinə, adamlarına, küçə bazarlarına onlardan soruşaq ki, türklərə belə bir tohin olub İranda, Bankıda. Ona nə deyə bildik? Eləyə bildik bahlardan soruşaq ki, Azərbaycanda niyə Türkiyə bahları bancı açmırlar? Bu da bir soru ola bilər. Yəni, hər gün bunları beno'i biz şeylər. Əgər bizim bu fəaliyyətlərimizin əsasında bir dana Türkiyə bankı gəlib Azərbaycanda bir dana şöbə açsa, bizim qazancımız oldu. Bankı Sipahin əza günüdür. Bankı Milli İranın əza günüdür. Bankı Sadiratın əza günüdür. Bankı Kişavərzinin hamısının əza günüdür. Çünki bir rəqib açıldı burada. Çətini bir şöbəsi açıla. Çətini İranlılar deyərlər ki, bir baht tapılıbdır ki, orada biz pulumuzu yatıra bilirik. Pulumuz əmniyyətdədir. İranın əza günüdür. Bunlar mənafi millidir ki, biz qazanırıq. Bizim xəbərimiz cürbəcür, bu bizim indi bir dana vaqiyyətdir. Azərbaycanda bizə tohin olubdur İranda. Azərbaycanda və İranda yaşayan 40 milyon, 30 milyon, hər neçə milyon türk vardı. Bunlar özü bir mənbə-i mali, mənbə-i siyasi, qudrət davasıdır. Biz bu davada millətimizin tərəfində olmalıyıq və hərəkət eləməliyik. Tohin Bankı Sipah bir torka. Çox Elçin şeydir, beduni qəzavətdir. Düzdür, biz titrdə qəzavət eləmirik. Amma niyə qəzavət eləmirik? Tohin yox. Biz yerə bu tohindən çıxadıq yuxarıya. Çünki tohin çox sadə bir şeydir. Heç hərəkət yoxdur bu titrdə. Bu titr gərək camiədə hərəkət yazar. Farslar, vahilər dalı oturmağa məcbur edir. Titr o cür bir hərəkət yəni bu. Yəni bir tərəfi dalıya oturtdurur, bir tərəfi şəhamət verir. Məsələn deyirəm, hənuz Bankı Sepah elam pəşimani nəkərdə است. Məsələn. Yəni o adam hələ cavab verməyibdir. Baxın, aparırız o tərəfə. Azərbaycan آیا ترکان ایران میدانند که بانک سپه توهین کرده است؟ اگر ترکان ایران بدانند که بانک سپه توهین کرده است، üç nokta. Diqqət buyurun. Yəni hərəkət. Titridə görə bir hərəkət, bir də o gün dedim, təzad olmalıdır. Təzad titridə. Bu titr o titrlərdən ki, içində təzad olsa, xanəndəsi çox olar. Oxuyanı çox olar. Çox yayılır. 38 dəqiqə hər halda bu qismət çəkdi. Görüm dostlardan öncə sorğu sualı olsa, Hüseyin bəy yazıbdır ki, bəy Riza Şah deməyin ona, palanı deyin. Bəli, elə palanı birinci dəfə şəhətdə, ikinci dəfə mən işlətmişəm, onu işlədərəm normalda. Çox sağ olun ki, yenə yadıma saldınız, təşəkkür edirəm. Titrlər məncə və xəbərlər bu tərəfə getməlidir, sonra analiz eləməlidir. Məncə bizim iqtisadçı dostlarımız məsələyə girməlidirlər, iqtisadi xəbərlər yazmalıdırlar. Və ha belə Türkiyədə olan dostlarımız türk bahlarından, türk sərmayə sahiblərından danışmalıdırlar. Azərbaycanda, Güney Azərbaycanda nümayəndələri şəhər şuraların, ustandarları, fərmandarları, bahların, rəislərin hamısını sorğu suala çəkməlidirlər və onlardan cavab almalıdırlar. Yəni biz indi Azərbaycan mətbuatı içəridə və eşikdə, Azərbaycan milli fəallar və jurnalistlər içəridə və eşikdə, hər kəsin ki, əli getir internetdə bir cümlə yazsın, vəzifəsi budur. Hangi şöbəyə gedir, orada deyək ki, məsələn, Sadirat Bahincində mənim hesabım var, gedirəm orada deyirəm ki, niyə
Sipah bancı türklərə tohin eləyibdir. Siz onun qabağında nə edəcəksiniz? Onu gəlirəm yazıram ki, bu günləri şöbəyə fulanda müraciə elədim, belə bir sual dedim, onlar belə bir cavab verdilər. Bu, yəni biz bir dənə ədəbiyyat yaradırıq bancın üstündə. Bizim zəifimiz budur ki, adamımız ölür, qətarımız yanır, qətarımızda adamlarımız yanır, mədrəsədə qızlarımız yanır, zəlzələmiz olur, təyyara düşürür. İndi 8 ildir fikir eləmir, 7 ildir Urmiyə gedən təyyara düşüb də hələ bəlli deyil o təyyara niyə düşübdür. Orada 100 neçə nəfər adam öldü, türk öldü, bayram gecələri düzdə, qış zamanı bayram gecələri. Hələ bəlli deyil deməyiblər. İlləti budur ki, biz Azərbaycanlılar bir dənə mövzunu diri saxlayamırıq. Və bu mənafi millimizi əldən verir. Biz tənbəllik edirik, gözləyirik ki, özgələr bizə yazsınlar xəbəri və bu uduzmaq mərhələsidir. Biz xəbərimizi, fikrimizi, tərhimizi özümüz yazacağıq. Dostlarım bəzi coş deyirlər, sağ olun ki, coş deyirsiniz, milləti rahatladırsınız, amma gəlin bunu coş eləyin. Burada yazın ki, nə edəcəksiniz? Yəni, coş yolu ilə başlayın, görün bunu nə edəcəksiniz? Biz hünərməndilər, musiqiçilər, siyasətçilər, hamısın gərək bu günləri hərəsindən baxın, bu günləri fikir edin ki, 1000 dana Azərbaycanlı və türk İranda hər kəs hangi şəhərdə yaşır. Başlaya oranın ustandarı ilə, fərmandarı ilə, bəxşdarı ilə, nümayəndə məclislərinin hamısı ilə dənə-bədənə, şura şəhərləri nümayəndələri ilə dənə-bədənə müsahibə eləyir və hamısının hər gün bunlardan hərəsindən 1-2 dana, 10 dana xəbər gələr. Görün ki, 20 günün içində İranda biz cəvvi siyasi ki yaradarıq nədir? Və əgər 1000 nəfər hərəsi gündə bir dana xəbər yazsa, bir dana xəbər. Bir ayın içində 30.000 xəbər yazılar, əfqarı ümumi düzələr və qanun təsvib olar məclisə. Amma o zaman ki, ən azı 1000 nəfər Azərbaycanda bu məsələni gündəmdə saxlamağa çalışaq. Yəni bunu düşünək ki, bizim mənafeyimiz buradadır. Ondadır ki, biz eləyə bilirik, Azərbaycanda hərəkət yaradaq. Hərəkəti biz yaradaq. Biz fail olaq, düşmən məf'ul olsun. Ya münfəil olsun. Bilirəm dostlar niyə o əlaməti vurdular. Amma olsun. Hər ikisini işlədin siz. Bir fail var, bir münfəil var. Biz əksərən münfəiluq. Amma fail ola bilirik. Yəni nə cür? Yəni eləyə bilirik ki, xəbər yaradaq, hər gün bir müsahibə. Məsələn, Təbrizdə fikir eləyin ki, məsələn, mən bu günləri Təbrizdəyəm. Məsələn, bu gün Şurayı şəhərdə 2 nəfərdən nəzər soruşam. Birin bu gün yazam, birin səhər yazam. Lazım da hər ikisini bu gün yazam. Bu gün yazaram ki, ağay filan kəs belə dedi, səhər yazaram filan kəs, səhər bir ayrı nümayəndə ilə görüşərəm, o birisi gün bir ustandarla, bir fərmandarla, bir bəxşdarla, yəni hər gün eləyə biləm 1 dana, 2 dana, 3 dana xəbər yazam və o halda millətindən də soruşaq. Hər gün eləyə bilirik, deyək ki, məsələn, müsahibə oldu, Təbrizdə belə dedilər, Ərdəbildə müsahibə elədik, belə dedilər, dedim, belə nəzərsəncilər müsahibə hesab olur. Bir dana sual yazırıq, göndəririk, Ərdəbildən 10 nəfərdən cavab alırıq, deyir ki, Ərdəbildən bu günləri 10 nəfərlə müsahibə elədik, Həsən belə dedi, Hüseyn belə dedi, Kazım belə dedi, Nəği belə dedi, filan belə dedi, filan nevisəndə belə dedi, onun özü bir xəbərdir. Çünki mühümdür, demişik, şəxsiyyət özü, məruf olmaq özü bir xəbərdir. Məsələn, deyirik, baxırıq dostlarımızın postlarına, məsələn, deyirəm, ağay, filan nevisəndə Azərbaycanlı, ya filan sinemaçı, filan teatrçı, filan fəal ictimai, siyasi bir şey yazıb qoyubdur Facebookda. Bilafasında bu bizə xəbərdir. Biz onu xəbər edirik, deyirik ki, məsələn, Günas TV-də ya veb saytımızda yazırıq ki, bu günləri belə bir şey oldu. Filan kəs belə tutdu, belə mövzeciliq elədi. Müsbət mənfi. Hətta biri də var, deyirlər, o, tohin deyil ki, Azərbaycanlı tohin olmayıb, Azərbaycanlılar hər şeyə bir şey, onu bilafasında yazırıq, o xəbərdir. Və altında yazırıq ki, bu adam ya tohin bilmir nədir, ya da tohin eləyənin tərəfdarındadır, ya da o qədər üzlü dabandaşıdır ki, bu adam istəmir, məzərət istəyir Azərbaycandan və Türkiyə. Bunun üçün xəbər yazmaq böyük bir məsuliyyətdir, böyük bir işdir. Gərək hərəkət edək və hər halda Azərbaycan mənafeyini qoruyaq. Çox sağ olun, təşəkkür edirəm.
Sizə yaxşı axşamlar, yaxşı günlər arzulayıram. Hələlik.